Polad İsrailoğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olur. 1995-ci ildə buranın motoatıcı ixtisası üzrə bitirib. Polad İsrailoğlu Həşimovun məktəbdə oxuduğu illər Qarabağda şiddətli döyüşlərin getdiyi vaxtda təsadüf edirdi. O məktəbi başa vurub, hər bir Azərbaycan övladı kimi vətəninin bu ağır vaxtında ona xidmət etmək istəyirdi. Düşmənlərimizi torpaqlarımızdan qovmaq uğrunda canından keçmək yox, vətən üçün yaşamağa can atırdı. Onun həyat yolu Heydər Əliyev adına Ali hərbi məktəbdə başlamışdı. Gənc zabit 1992-ci ilin sonlarında bir sıra ərazilərin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlarda iştirak etmiş və ilk sərkərdəlik qabiliyyətini göstərmişdir. Hərbi əməliyyatlar zamanı əsgərlərlə birlikdə döyüşmüş və onların gücünə güc qatmışdır. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər azad olunmasında ordu korpuslarından birinin qərargah rəisi olan Polad Həşimovun da böyük xidməti olmuşdur. Hazırda oradakı postlardan biri Polad postu adlanır. 2019-cu ildə Polad Həşimova general-mayor Ali hərbi rütbəsi verilmişdir. Daha sonra o Azərbaycan Silahlı Qüvvələrinin digər korpuslarından birində qərargah rəisi təyin edilmişdir. Xidməti dövründə Azərbaycan Respublikasının Polad Həşimov müxtəlif orden və medalları ilə tərtib olunmuş. Polad Həşimov aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən 2-ci dərəcəli vətənə xidmətə görə ordeni ilə mükafatlandırılmışdır. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci il iyunun 14-ü səhər saatlarında başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində müxtəlif çaplı silahlardan atışa tutularaq hücum etməyə cəhd göstərdi. Hücumun qarşısını qəhrəmanlıqla dəf edən zaman Azərbaycan ordusunun general-mayoru Polad Həşimov şəhid oldu. Əsgərlərin və döyüş yoldaşlarının böyük rəğbətini və sevgisini qazanan Səngər generalın şəhadəti bütün Azərbaycana ayağa qaldırdı. Ölümündən sonra Polad Həşimova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın milli qəhrəmanı adı verilmişdir. Polad İsrailoğlu Həşimov. Polad Həşimov 1-ci Qarabağ müharibəsi 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin iyulun 14-də Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən şəhid olmuşdur. O, Azərbaycanın müstəqillik dövründə şəhid olan ilk general-mayor olmuşdur. Polad Həşimovun vəfatı ölkədə geniş rezonans doğurmuş, onun adını küçələrə, parklara verilmişdir. 2020-ci ilin dekabrında ona Azərbaycan milli qəhrəmanı fəxri adı da verilmişdir. Onun həyatına həsr olmuş Polad generalımız və general Polad Həşimov xatirələrində kitablar da nəşr olunmuşdur. Polad Həşimov vətənə sədaqəti və Azərbaycan və xalqının yaddaşına əbədi olaraq qalacaq bir şəxsdir. Fikirləşin biz, kim qorumalı torpağı? Gün, hamının anası da, başlı da, namusu da, qeyrəti də bu torpaqdır. Bu torpaqdan kim qalacaq? Məhdi meydana qalacaq. Məkanın cənnət, cənnət olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Məkanın cənnət, cənnət olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Bugün şəhidim köçdü evimizdən, etdi
gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrim nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrim nurla doldu. Yarının gözleri her an intizarda. Vətənin oğlusan, vətənin bugün darda. Ananın fəryadı duyulur oğlum arda. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun.